Lənkəranda ağaca çırpılan avtomobilin 64 yaşlı sürücüsü ölüb. Hadisə gecə saatlarında Köhnə Ələt Astara magistralında Lənkəran rayonun Liman şəhəri ərazisində qeydə alınıb. Belə ki, Lənkəran rayon Zövlə kənd sakini 64 yaşlı Elşad Salayev sükanı arxasında olduğu VAZ 2106 markalı 42 CD 389 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı kanala düşüb, ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Bildirilir ki, qəzadan öncə Elşad Salayev ürək tutmadan ölüb və qəza qaçılmaz olub. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır. Sonda kanala abunə olmağı və bildirişləri açmağı unutmayın.